blogerlər, influencerlər bu dildə danışırlar aktiv şəkildə. Bəziləri tamamilə o dildə danışır, bəziləri dilləri qarışdırır, danışır, bəziləri məsələn fərqindəlik varkən farkındalıq deyir, heç dilə də yatmır. Bu blogerlər onsuz da var, bu influencerlar onsuz da var. Bir də bunların kütləsi var. Hansı ki bu qədər dərin düşünmürlər və fikirləşirlər ki, hə biz onsuz da başa düşürük də. Əsas odur ki, o makiyaj məhsulunu mənə tərifləsin və mən başa düşüm ki, nəyə görə onu almalıyam. Yəni veclərinə deyil. Sən bloger olsan və görsən ki, sənin kütlən həqiqətən də bunu istəyir. Mən Azərbaycanda yaşayıramsa, mənim kütləm niyə məndən xarici dildə nəsə tələb Orada eləməlidir? sənin şəxsən problemin deyil də. Sən görürsən ki, sən qabağa getmək üçün mütləq belə danışmalısan. Yəni bizim Sən dedin ki, səndən bayağı kütlən tələb gördüyümüz eləyir. tərzdə danışmalısan. Necə olacaq? Yəni sən Kütləm tələb eləyir, yoxsa mən fikirləşirəm ki, bu zərurətdir qabağa getmək üçün? Mən yəni həyatımı vloq üzərində qurmazdım.